Salam əziz dostlar. Bugün mən sizə bəzi tip modemlərdə Wi-Fi kodunu tapmaq yolunu göstərəcəm. Bəziləri buna qırmaq deyir. Bunun üçün bizə iki proqram lazımdır. Hər iki proqramın yükləmə linkini videonun aşağı hissəsindən tapa bilərsiniz. Oradan tapıb yükləyə bilərsiniz. Mən bu proqramı artıq yükləmişəm. Ona görə yenidən yükləməyə ehtiyac yoxdur. Proqramı yüklədikdə bir RAR arxiv faylı kompüterizə yüklənəcək. Adı bu şəkildə olacaq. Həmin RAR faylı açırsınız. Oradan Wizard düyməsini sıxırıq. Qatov seçirik. Zip arxivin içərisindəki qovluqlar işçi masaya çıxarılır. İşçi masaya çıxarıldıqdan sonra Jumpstart proqramını işə salırıq. Kompüterimizi quraşdırırıq, daha doğrusu setup seçirik və proqram kompüterə quraşdırılır. Next seçirəm. Proqram kompüterə quraşdırılır. Proqram quraşdırıldı. Növbəti next seçirəm. Accept, next. Növbəti mərhələ gedir. Nəzərinizə bir şey çatdırmaq istəyirəm ki, bu proqram Wi-Fi kodunu qırmaq proqramı demək olmaz bu proqramı. Əslində bu proqram bəzi tip modemlər var ki, məsəl üçün TP-Link əsasən bu sistem üzərində işləyir. Bu modemlərin modemin aşağısının altında pin kod deyə bir şey var. Hər modemin özünə məxsus altında pin kod olur. Bu pin kod vasitəsilə həmin modemə daxil olmaq olur. Yəni modemə kod qoymadan belə o pin kod, əgər modemdə o sistem varsa, GOS sistemi səhvləmirəmsə, sistemi varsa, kod olmasa belə pin kodu yazmadan modemə qoşulmaq olmur. Və həmin modemlər bu pin kodu müəyyən məlumatlar, bu pin kodu müəyyən dalğa altında məlumat şəklində ötürür. Və normalda bunu əlbəttə ki, Wi-Fi qoşulan istifadəçi görmür, amma bu proqram həmin pin kodu görür. Və həmin pin kodu tapdığına görə, burada daha iki proqram var ki, bir proqram pin kodu tapır, digər proqram isə pin kodu açıq Wi-Fi-lər üzərində yoxlayır. Damper proqramı həmin pin kodları oxuyur, Jumpstart proqramı isə tapılan pin kodu açıq Wi-Fi-lər üzərində bir-bir yoxlayır. Hansı pin kod hansı Wi-Fi-yə uyğun gəlirsə, həmin Wi-Fi-yə qoşulur və Wi-Fi-yə qoşulduqdan sonra avtomatik Wi-Fi-nin parolu belə varsa, həmin parolu sizin kompüterinizə qeyd etmiş olur. Və bu şəkildə siz həmin Wi-Fi-nin parolunu tapmış olursunuz. Wi-Fi-ı hack eləmək, yəni sındırmaq isə tamam başqa bir şeydir. Yəni parolları siz özünüzdən və ya hər hansısa başqa bir atak proqramı ilə Wi-Fi-yə yazmaqla onu siz sındıra bilərsiniz və ya Wi-Fi modeminə hücum etməklə Wi-Fi modemini sökürdə bilərsiniz. Bu hack eləməkdir. Amma bu proqram sadəcə tapdığı pin kodları Wi-Fi modemlər üzərində yoxlayır. Bəli, proqram yüklənib qutardı və burada bizdən firewall-u açmağımızı istəyir. Daha veririk. Nəzərinizə çatdırıram ki, bu proqramı işlədən zamanı əgər kompüterinizdə antivirus varsa, antivirusu söndürməyiniz məsləhətdir. Proqram antivirus olarsa tam fəaliyyət göstərə bilmir. Bəli, proqramı yüklədik, qutardıq. Finish düyməsi gəldi. Daha sonra papkamızı açırıq. Damper proqramını işə salırıq. Bu proqramı yüklədikdən sonra kompüteri perizagruska vermək lazımdır. Ona perizagruska verilməsə proqram tam işləyə bilmir. Buna görə də mən kompüteri hal-hazırda perizagruska restart verəcəm. Restart verərkən video yazma proqramı stop olacağına görə mən video yazma proqramını pauza rejimini keçirdirəm. Kompüteri söndürüb yandırdıqdan sonra yenidən
Dumper proqramını açırıq. Dumper proqramı ilə bütün işlərimizi görəcəyik. Yəni Jumpstart proqramı sadəcə olaraq köməkçidir. Bütün işlərimiz Dumper proqramı ilə olacaq. Dumper proqramını açırıq. Nəzərinizə çatdırım ki, bu qovluğun içərisində olan Jumpstart qovluğunu sonradan silmək olar. Bunu silirəm. Ekranda gördüyünüz Jumpstart da silmək olar. Bu bizə bir dəfə lazım olacaq. Dumperi açdıqdan sonra VPS bölməsinə keçirik. Today's last release yazılıb burada. İspan dilində deyəsən. Onun qarşısına işarə qoyuruq, start basırıq. Və görürsünüz Wi-Fi-ləri tapır. Hansı Wi-Fi qırmaq istəyiriksə kodunu üzərinə qoyuruq və bu düyməyə sıxırıq. Bu düyməyə sıxmazdan öncə onu bildirmək istəyirəm ki, proqramı ilk dəfə quraşdıranda Jumpstart proqramı köməyi ilə işlədiyinə görə bu Jumpstart proqramının qovluğunu bu bölmədə seçmək lazımdır. İlk öncə yəni Jumpstart proqramı yerləşdiyi qovluğu tapaq. Bunun üçün ekrana düşən Jumpstartın keçidin üzərində sağ düyməni basıram. Raspolojeniya faylı seçirəm yerləşdiyi qovluğu tapmaq üçün. Görürsünüz, Computer Local Disk C, proqram faylı x86 qovluğu, Jumpstart qovluğu. Həmin qovluğu bu düymə vasitəsilə seçirik. Computer C, sizdə fərqli qovluq ola bilər, yəni tək proqram faylı sizə düşə bilər. Və x86 oxşar qovluqların birinə x86 Jumpstart. OK. Bəli, seçirəm TP-Link Wi-Fi modemini, görürsünüz hal-hazırda tutur. Və bu Wi-Fi-ları axtaran zaman Wi-Fi-nin faizinə fikir vermək lazımdır. Məsəl üçün faiz çox olarsa daha yaxşıdır. Məsəl üçün İsmail Network yazılıb burada. Bu Wi-Fi-də 42%'də onu seçirəm. Continue seçirəm. Və gözləyirik, proqram özü əməliyyatları yerinə yetirəcək. Gözləyirik, seçilən pin, görürsünüz burada yazılıb current pin. Bu Wi-Fi medium üzərində yox, test edilir. Aha, vəssalam, parol qırıldı. Gördüyünüz kimi Wireless Configuration Complete yazıldı. Şifrə qırıldı və Wi-Fi-ya artıq qoşulduq. Gördüyünüz kimi İsmail bir Network-a qoşulduq. Və parolu, burada isə siz parolu görmədiniz. Parolu hardan görə bilərsiniz? Parolu görmək iki yol var. Wi-Fi modem üzərinə basırıq. Qoşulduğumuz Wi-Fi modem üzərinə sağ düyməni basıb Switch-yə giririk. Və burada Atabridged Within Nasik qabağına işarə qoyuruq. Gördüyünüz kimi şifrə burada yazılıb. 220 1984 ay. Gəlin bir dənə başqa modem üzərində test edək. Bəli, bu da ikinci Wi-Fi-nin şifrəsi qırıldı. Atop basıram və daxil oluram. TP-Link Patqıcın. Wi-Fi-nin parolu artıq qırılıb, həmin Wi-Fi-yə qoşula bilərik. Wi-Fi-yə qoşulma prosesi gedir. Dalğa zəif olduğuna görə Wi-Fi-yə qoşula bilmir. Ha, qoşulub deyəsən. Switch-va. Öz parol artıq burada yazılıb və parolumuz Mercedes 12. Məsələn, bir Wi-Fi daha gəldi burada. Yəni ona şifrəsini qırmağa çalışaq. Seçdim. Və yoxlanır. Gördüyünüz kimi burada proses daha çox getdi və sonra bu Wi-Fi-nin də parolu qırıldı. Qonşuda Wi-Fi qalmadı. 6234 bu Wi-Fi-nin də paroluna bu şəkildə baxa bilərik. Gördüyünüz kimi parolu belə çox sadə bir paroldur. Okay, bu proqramın köməkliyi ilə Perfile səhifəsinə keçərək proqramı bağlayayım, açım yeni Wi-Fi ilə bir əlavə olunsun. Perfile səhifəsinə keçərək kompüterdəki kompüterin yaddaşında olan bütün Wi-Fi'ların parollarına baxmaq olar. Hər hansısa bir Wi-Fi'nin parolunu başqa adam üçün kompüterə daxil olsa, bu bölməsə bunun üçün də köməklik edə bilər. Həmin Wi-Fi'nin parolunu görmək. Gördüyünüz kimi parollar bura yazıldı. Modemin adının üzərində basdıqda key pəncərəsində parollar göstərilir. Aşağıya keçək, Mercedes 12, İsmail Network keçirəm 220. Əvvəl sizə Wi-Fi parolunu tapmağı yolunu göstərdim. İnşallah pis məqsədlərdən istifadə etməzsiniz. Diqqətinizə görə sağ olun, kanalımızı izləməyi unutmayın.